Salam aleyküm. Çalışın, yürüyüş eləyin gün ərzində. 1 saat, saat yarım gəzin. Mən Artiyonda Zirədən işdən çıxmışam. Artiyonun körpüsünə qədər gedim, yolda çatıram gəlmişəm. Hansısa bir 7 kilometr gəlmişəm. Günortadan da sonra bir 3 kilometr gəzəcəm, hansısa 10 kilometr. Çalışın, tez-tez yeriyin, özdə əlinizi qolunuzu yerlədin ki, orqanlar boşalsın, hərəkət eləsin. Bütün kapillyar sistemi açılsın, damarlar açılsın. Bu insan orqanizminə çox faydalıdır. Sağlamlığın möhrün qoymuş Yapon alimi Katsuzi Nishi kitablarında keçir ki, yürüyüş eləmək mütləqdir. Ərşad Əzimzadə var, kitabları var, Möcüzəsiz möcüzə, Rədd olsun eynəklər, çox kitabları var. İndi mən ikisinin adını dedim. Bax, o insan da gün ərzində 2 saata yaxın yürüyüş eləyir. Allah ona can sağlığı versin, 90 neçə yaşı var. Yəni, sağlam insandır. Halbuki ona 40 yaşında əlillik vermişdilər, birinci qrup əlillik. İndi insan 7-8 xəstəlikdən sağalıb. Neylə sağalıb? Hamısı sağlam qidalanmaqla, yürüyüş eləməklə, şirniyyatı, ağ çörəyi həyatından çıxartmaqla, C vitamininə əsas üstünlük verməklə, meyvə-tərəvəzlərə. Bax belə, sağlamımızı qoruyun ki, sağlam olasınız.